Bu vaxta kimi sizinlə bir çox məşhurların doğum xəritələrini analiz etmişik. Hansı ki, həmin insanlar artıq müəyyən bir ömür yolu keçmiş insanlardır. Lakin bu dəfəki analiz tamamilə fərqlidir. Çünki bu dəfə biz iki gəncin, yəni iki əkizin doğum xəritəsinə baxacağıq. Üstəlik onlar hələ yeniyetmədirlər və bütün ömürləri hələ qarşıdadır. Bugün, yəni 1 dekabr 2025-ci il tarixində 17 yaşı tamam olan Əli və Mikail Ağalarovların doğum xəritəsini analiz edəcəyik. Bəli, onlar əkizdilər. Lakin bu o demək deyil ki, taleyləri və seçimləri də tam eyni olacaq. Bu sualın cavabı isə videonun sonunda sizin üçün daha geniş şəkildə izah edilib. Mikail və Əli Ağalarovlar 1 dekabr 2008-ci ildə ABŞ-da dünyaya göz açıblar. Gəlin çox uzatmadan xəritələrinə nəzər salaq. Onların əsas karma enerjiləri, 15 şeytan, 20 ailə və 5 ali kahin enerjiləri ataları Emin Ağalarovun karması ilə eynidir. Bu karmaya sahib insanlar ya öz ailəsini və nəslini yüksəldir, ya da əksinə nüfuzdan salırlar. Emin Ağalarov isə bu karmanın müsbət tərəfini seçərək bunu öz həyat yolu ilə sübut eləyib. Və indi eyni ilahi tapşırıq, eyni məsuliyyət yenidən Mikail və Əlinin üzərindədir. Öncəki həyatları enkarnasiyalarında ya təsadüfi şəkildə həyatını itirən bir dəniz səyyahı, ya bir hərbi nümayəndə, ya da həyatı faciəvi şəkildə sonlanan qəhrəman bir şəxsiyyət olublar. Məhz buna görə də bugünkü həyatlarında onlar doğuşdan güclü şans enerjisi ilə dünyaya gəliblər və bunu onların doğum xəritəsinin mərkəzində yerləşən 10 şans enerjisi də təsdiqləyir. Lakin 10 enerjisi onlara təkcə şans vermir, həm də çox təmiz bir qəlb, çox saf və pak bir niyyət bəxş eləyir. Belə insanlar qəlblərində pislik, negativ nədir onu tanımırlar. Üstəlik onların doğum ayı və xəritəsində bir neçə dəfə təkrarlanan 12 asılan adam enerjisi də bu xeyirxahlığı gücləndirir. Bu enerji insanı başqalarına kömək etməyə, dəstək olmağa yönləndirir. Və bu enerjinin negativ təzahüründə isə bu insanlar böyük fədakarlıqlar eləyə bilirlər, başqalarının yaxşılığı üçün öz rahatlığı, vaxtı, imkanlarından keçə bilirlər və hətta ən karmik formada kimlərsə onları qurban kimi seçə bilər və onlardan sui-istifadə edə bilərlər. 12 enerjisinin bu qədər çox olması onlarda güclü yaradıcı bacarıqların olduğunu göstərir. Eynilə doğum tarixi 12 dekabr olan ataları Emin Ağalarovda olduğu kimi. 10 şans enerjisinin təsiri ilə belə insanlar düzgün qərarlar verib ağıllı investisiyalar etdikdə qarşılarında böyük maliyyə fürsətləri açılır. Yəni 10 enerjisi onlara həm şansı verir, həm də bu şansı düzgün yerdə necə istifadə etməli olduqlarını öyrədir. Onların doğum gününün enerjisi bir sehirbaz enerjisi istənilən sahədə lider olmaq potensialını göstərir. Bu enerji təşəbbüs, güc və önə çıxmaq bacarığıdır. Lakin bir enerjisinin negativ tərəfi də var ki, bəzən bu enerjini düzgün yaşamayan insanlar ya həddən artıq egoist olurlar, ya da tam əksi çox saf olurlar. Hər kəsə inanırlar və daxilən lider enerjisinə sahib olsalar